cümləni yəqin ki, hamımız eşitmişik. Narahat olma, dərslikdən kənar sual yox. Amma imtahandan çıxanda ilk eşidilən cümlə bu olur ki, bu suallar haradan? Bugün biz Nazlı müəllimə ilə bu ziddiyyətli məqamlardan danışacağıq. Nazlı müəllimə xoş gəlmisiniz. Sağ olun, xoş gördük Sevim müəllimə. Nazlı müəllimə, illərdir deyilir ki, dərslikdən kənar sual düşmür. Bəs niyə yüzlərlə namizəd bu sual haradandır deyə etiraz edirlər? Çünki Sevim müəllimə, mətn dərslikdədir cümləsi ilə, məntiq dərslikdədir cümləsi tamamilə fərqli bir şeydir. Yəni ekspertlər yalan danışır? Təbii ki, xeyr. Əslində sualları demək olar ki, dərslikdən götürürlər. Amma sualların forması olsun, quruluşu olsun, tələb etdiyi cavab olsun, o artıq dərslikdən kənara çıxır. Namizədlər deyir ki, sanki imtahandakı suallar tələ suallardır. Bu hissə niyə gəlirlər? Çünki Sevim müəllimə, sadəcə yaddaş yönümlü öyrənirlər. Yəni mətni oxudular, əzbərlədilər, bildilər və s. Məntiq çıxartmaq üçün, yəni tənqidi təfəkkürlərini işə salmadıqları üçün onlara elə gəlir ki, imtahanda tələ suallar düşür. Əslində normal həyatda da belədir. İnsanlar problemlərlə qarşılaşanda problemləri elə də rahat həll etmirlər. Müəyyən qədər tənqidi düşünməlidirlər ki, problemlər həll olsun. İmtahanda da həmçinin onlara tələ kimi görünə bilər. Amma suala düzgün yanaşsalar, mənim fikrimcə artıq o tələ kimi yox, adi sual kimi gəlir onlara. Çox düzgün vurğuladınız ki, sadəcə əzbərçiliyə yönəlirlər ki, illərdir bizim sistemdə, təhsil sistemində çoxlu düstur bilən, çoxlu teorem bilən, əzbər bilən daha savadlı hesab olunurdu. Maksimal savadlıq məntiqini işə saf testlər işləndi. Amma çox gözəl bir nüansa toxundunuz ki, sistemli şəkildə düşünmə, tənqidi təfəkkür biraz cəmiyyət olaraq ümumiyyətlə bizdə zəifdir. Nəysə, bu mövzuya çox da toxunmayım. Dediyiniz kimi məntiqi suallar, bəs onda belə bir sual ortaya çıxır ki, məntiqi suallar qurulursa, niyə bu suallar imtahanda bu qədər çətin qurulur? Əslində imtahanda çətin qurulmur məntiqi suallar. Yenə deyirəm, namizədlər hamısı eyni mövzunu oxuyur, amma hamı eyni nəticə çıxartmırlar. Buna görə də onlara çətin gələ bilər əslində ki, bu sual çətindir. Amma çalışan zaman istəyir test işləsin, istəyir şifahi tipli suallar olsun, həmişə özünə niyə sualını verməlidir. Niyəni bilməlidir ki, imtahandakı suallar ona daha çətin gəlməsin. Yəni tutaq ki, test tapşırığı edir, bəzi test tapşırıqlarını yolunu əzbərləyir. Düşünür ki, vəssalam, bu yol mənim yaddaşımda qaldı, hər hansı bir suala tətbiq edərəm. Amma yolunu əzbərləməkdənsə bu yol niyə belə oldu sualını özünə versə, ona cavab tapa bilsə, təbii ki, növbəti dəfə onun qarşısına yeni sual çıxanda o sualla əlaqələndirib çox rahat şəkildə sualı həll edə bilər. Bəli, doğrudur. Bunu namizədlərdə, müdavimlərimizdə də buna əksərən rast gəlirik. Cədvəl şəklində olan suallar var. Doğrudan doğrunu, yanlışdan yanlışı seçməli olan cədvəl sualı. Əzbərləyirlər, hə doğrudan doğrunu, yanlışdan yanlışı götürməliyik. Testin tələbində isə tələb olunur ki, yanlış variantı seçin. Yəni doğrudan yanlış, yanlışdan doğru seçməli olduqları yerdə ilişirlər, tələsirlər. Çünki əzbərçidirlər, əzbərləyirlər, o formada öyrəşiblər. Amma niyəsini, yəni deyirəm, sual versələr özlərinə daha rahat olar. Sizcə dərsliklər bu tip suallar hazırlayırmı? Xeyr, təbii ki. Dərslik sadəcə istiqamət verir ki, o tip sualları necə deyim, namizəd həll edə bilsin. Əslində dərslikdə heç nə yoxdur cümləsi də səhv olar. Dərslikdə çox şey var, amma hər şey yoxdur. Yəni onun üçün namizəd özü məntiq, tənqid, bayaq da dediyim kimi, tənqidi təfəkkürünü işə salmalıdır. Niyə deməlidir? Öyrəndiyi mövzular bir-birindən əlaqələndirməlidir. İnteqrasiya etməyi təbii ki, bacarmalıdır. Adi tutaq ki, mən öz fənnimdən sadəcə bunu deyə bilərəm ki, kimya təkcə kimya nəzəri hissəsini öyrənməklə deyil. Kimyada məsələlərin bəziləri sistem tənliyə gələ bilər, bəziləri kökaltı ifadəyə gələ bilər. Yəni əlaqəli şəkildə öyrənməlidir. Təkcə öz fənnini bilməli deyilməlidir. Siz demişkən müəllimə, təkrar biliyin anasıdır, vaxtında öyrənməksə atasıdır. Bal çıxır ortaya. Sistem namizədi çaşdırırmı? Əslində xeyr, düşünürəm ki, çaşdırmır. Yəni çünki namizədlər yenə deyirəm, hər biri eyni cümləni oxusalar da eyni şəkildə nəticə çıxartmırlar. Əslində namizədlər özlərini çaşdırırlar. Sistem namizədi çaşdırmır. Onda bizi izləyən namizədlər üçün onların vermək istədiyi bir sualı verim ki, namizədlər nə etsinlər ki, tələ suallara düşməsinlər? Düzgün hazırlasınlar. Düzgün strategiya qursunlar özlərinə və təbii ki, planlı şəkildə, ən əsas məsələ planlı şəkildə işləməkdir və düzgün məsləhətlər almaqdır. Yəni niyəsini özünü verdi, niyənin cavabını düzgün tapıbmı? Onun üçün bir bələdçi olmalıdır ki, ona yol göstərsin. Bu doğrudursa niyə, yanlışdırsa niyə? Yəni düzgün strategiya ilə, planla məncə hər şey qaydasında olar. Geniş spektrli bir mövzudur. Yəni imtahana hazırlaşmaq üçün vaxtını düzgün idarə etməlidir, düzgün hazırlaşmalıdır. Deyirsiz vaxtın idarə olunması. Bunu deyəndə nə nəzərdə tutursunuz? Yəni müdavimlər tezmi hazırlaşsınlar? Yox, vaxtın idarə olması dedikdə müdavimlərin neçə ay müddətində hazırlaşmalı olduğunu nəzərdə tutmuram. Ümumiyyətlə imtahan üçün hazırlıq dedikdə bu çərçivədən məncə biraz çıxmalıyıq. Çünki abituriyent dövründə adətən elə öyrənmişdik, sistem elə idi ki,
son 2 ili, 3 ili əlavə hazırlıqlar yanına gedilir. Biz özümüz müəllim olaraq, pedaqoji səriştəliyimizdən asılı olaraq biz imtahana hazır olmalıyıq. Yəni imtahan nədir? Bizim ixtisasımız və metodikamızla bağlıdır. Biz öz ixtisasımızı da bilməliyik, metodikamızı da. Hazırlıq dedikdə burada zəif dediyimiz yönləri gücləndirməkdən, hər kəs burada, bütün müdavimlər öz potensialını bilməlidir. Çünki adətən namizədlər arasında eləsi olur ki, 1 il hazırlaşır, təkrar və sairəyə çox yer qalır. Elə müdavimlər var, sürət qruplarından 3 aya, 4 aya daha yaxşı hazırlaşır və daha yaxşı nəticə əldə edir. Əsas olan burada bayaq dediyim kimi, cəmiyyətdə bizdə biraz tənqid təvəkkül zəifdir. Özünə tənqidi yanaşmaq, öz potensialından xəbərdar olmaq. Bunu bilməlidir ki, nə qədər vaxtda düzgün hazırlaşaram. Elə bil cəmiyyət belə düşünür ki, hazırlıq ən azı 1 ildən artıq olmalıdır ki, yüksək nəticə əldə olunsun. Biz də onun qurbanı oluruq onların dediklərini. Biz başa düşürəm. Mən belə düşünməzdim. Çünki hazırlıq dediyim kimi 1 il, 5 ay, 3 ay nəzərdə tutulmur. Hazırlıq sıfırdan öyrənilmədirsə təbii ki 1 il azdır. Baxın, biz universitetə qəbul, sıradan bir misal çəkək, universitetə qəbula hazırlaşırıq, 11 il öyrənirik. 11 ilin sonunda təbii ki, burada həyat vəzifələri və sairə öz yerindədir. Amma bu 11 ilin sonunda yenidən təkrar eləyirik. Amma işə qəbul imtahanı üçün əgər biz hansısa mövzuda təkrara ehtiyac duyuruqsa, ona dönüb baxmaqdan Nazirliyin açıqladığı çərçivə sənədi əsasında təbii ki, mövzuları nəzərdə tuturam. Amma 3 ay, 4 ay hazırlaşdım kifayətdir. Kimi yanaşılmamalıdır. 3 ay, 4 ay o adama kifayət olar ki, bazalıdır, ixtisasını bilir, metodikasına xəbərdardır, təkrar eləyəcək, yeni tipli testlər işləyəcək, zəif olduğu yönləri aşkarlayıb, ortaya çıxarıb, onun üstündə təkmilləşəcək və imtahana girəcək. Sıfırdan öyrənirsə və öz potensialı nisbətən öyrənmədə zəiflik varsa və yaxud da, yəni namizəd özünə düzgün şəkildə yanaşıb, öz strategiyasını düzgün müəyyənləşdirib, öz qoyduğu hədəfdən də çox şey asılıdır. Məsələn, namizəd var ki, keçid balını keçim, harasa düşərəm, müqavilə ilə işləyərəm, kifayət kimi yanaşır. Müdavim var, deyir, yox, ixtisasında mən ölkə birincisi olmaq istəyirəm ki, belə müdavimlərimiz də illərdir artıq görürük ki, yetəri qədər var. Amma müdavim var ki, ixtisasını ən yaxşı şəkildə yazmalıyam deyir. Metodikanı yaxşı yazmaq, ixtisasını da, bu da dediyim kimi, çox uzun müzakirə olunacaq bir mövzudur. Yəni qısacası insan özünü tanımalıdır. Təbii ki, mövzu olduğu kimi. İnsan özünü tanımalıdır. Özünü tanımaqdan gedirsə söhbət. Bəzən olur, namizədlər öz ixtisasını tez hazırlaşırlar və ya metodikanı geri atırlar. Bəzi namizədlər var ki, metodikanı tez başlayırlar hazırlaşmağa, ixtisaslarını geri plana, arxa plana atırlar. İkisini bir yerdə irəlidə bilmirlər. Niyə bunun səbəbi nə ola bilər? Burada da təbii ki, yanaşma tərzlərindən çox şey asılıdır. İxtisasını bilməyib metodikanı öyrənmək, yaxşı belə deyək, metodikanı öyrənmək necəksən, ixtisasını bilməyəndən sonra harada tətbiq edəcəksən. İxtisasını bilmək dedikdə, bayaq sizin vurğuladığınız kimi, əzbərçiliyə dayanan faktoloji biliklərin bilinməsindən söhbət getmir. İxtisasını bilmək dedikdə öz işi haqqında, öz işini yerinə yetirməlidir, öz vəzifəsini bilməlidir müəllimdə. İxtisasını biləndən sonra metodika hazırlığına yer ayırmalıdır. Təbii ki, əsas olan ixtisasdır ki, 2 bal ona verilir, bilirik ki, düzdür, sertifikasiyada 1 bal verilir, amma metodika suallarının sayı nisbətən azdır. Elə bu da göz önündədir ki, əsas olan ixtisasdır. İxtisasınızı bilin ki, o ixtisasın metodikasını öyrənin. Amma bilirsiniz necə? Mən düşünürəm ki, ikisi bir yerdə əsasdır. Yəni bu mənim düşüncəmdir. Çünki ixtisasını müəllim bilməlidir ki, savadlı bir gün məktəb otaqlarında uşaqlara ixtisasını öyrədə bilsin. Metodikanı da bilməlidir ki, uşaqlarla düzgün davrana bilsin. Yəni ona görə məncə bal faktoru önəmlidir bəlli, amma ikisini bir yerdə məncə irələtməyi bacarmalıdırlar. Yanında belə deyək, bu da sizin öz yanaşmanızdan asılıdır. Yəni hansı şəkildə metodika haqqında məlumatlısan, ixtisasın üzərinə düşün. Mənə görə biri gəlsə mən kurikulum təlimçisi olaraq, yəni bu cümləni deməliyəm, deməməliyəm, bilmirəm. Amma mənə görə ixtisas çox vacibdir. İxtisasa hazırlıq ən minimum 1 il vaxt almalıdır. Belə Nazlı xanım, təşəkkür edirəm sizə. Çox gözəl rəng qatdınız. Mən təşəkkür edirəm sizə, dəvət elədiniz. Çox sağ olun. İlkin olaraq sizdən başladıq. Çünki sizin fikirləriniz bizim üçün dəyərlidir. Biz də vaxtınızı çox almaq istəmirik. İzləyənləri də çox yormaq istəmirik. Buna görə sizin də vaxtınızı almadan təşəkkür edirik. Sizə də təşəkkür edirəm. Akademiyamızın yarandığı bir gündən olduğunuz mənəvi dəstək üçün. Bu da anılmazdır. Bunu da buradan demək istəyirəm ki, bu video YouTube kanalında həmişəlik qalacaq. Bəlkə 5 il sonra, 10 il sonra videonun bu hissəsini kəsib hardasa paylaşarıq. Təşəkkür edirəm. Çox sağ olun. Bu videodan sonra razılaşmaya da bilərsiniz. Amma əminəm ki, artıq suallara başqa gözlə baxacaqsınız. Çünki bəzən cavab tapmaq yox, düzgün sual vermək dəyişdirir hər şeyi. Siz öz suallarınızı yazın. Biz növbəti buraxılışımızda sizin istər YouTube kanalından, istər Instagramdan, istər digər sosial şəbəkələrdən bu mövzu ilə bağlı verdiyiniz sualları cavablamaq üçün sizlərlə olacaq. Mənim bir yanaşmam var ki, şəxsi yanaşmamdır. İnsanlar 3 qrupa bölünür. Dəyərli, qəhərli və zəhərli. Bu videonu bəyənib, rəy yazıb, paylaşan
Videonu sona kimi izləyən hər kəs bizim üçün artıq dəyərli izləyicilərimiz kateqoriyasındadır. Bəzi zəhərli izləyicilər də olur, təəssüflər olsun ki, videoya baxır, sadəcə baxır. Bir də var qəhərli izləyicilər, hansı ki, o qəhərli izləyicilərin içində imtahanla bağlı bu qədər suallar var. Biz onların yanındayıq, sona kimi onların suallarını cavablamağa çalışacağıq. Diqqətiniz üçün minnətdarıq.